Mən Süleymanov Asif Buxsayoğlu İsmail rayon Sumalı kəndində yaşayıram və burada qeydiyyatdayam. Burada qeydiyyatda olduğum kənddə yaşayış evim var. Öz bağ sahəmdə mənim evi qurtarmışam. 2021-2022-ci ildə ev tikmişəm. Və 2024-cü ilin dekabr ayında şotçik üçün müraciət eləmişəm. Avs Regional Qaz İdarəsinin əməkdaşı, İsmail üzrə əməkdaşı İlqar adında şəxs Qaz İdarəsinin işçisidir. Gəlib baxıb, məndən 400 manat, 450 manat pul alıb, qaz şotçikimi gətirib, taxıb yerinə. Blomumu da vurublar. Şəbəkəyə qoşublar məni, blomumu da vurublar. Yəni, hər şey öz qaydasında. Məndə də ev bütün hamısı qızdırıcılar zat qazlandı. Yəni, üstündən hardasa 6 ay, 5-6 ay keçib, may ayında mənim şotçikimi, may ayının axırları 20-sindən sonra zat belə, mənim şotçikimi gəlib, qaz idarəsinin əməkdaşları, yəni mən nə olduğunu heç başa düşmədən mənim qaz şotçikimin blombunu kəsdilər, şotçikimi şəbəkədən kəsib çıxartdılar, nəm belədir, elədir, nəm tuta-tuta, yəni şotçiki də özləri gətirib qoyublar, özləri də çıxardıb aparıblar. Yəni, mənə onun adiyyatı yoxdur, nə qaz şotçiki oğurlamamışam, nə bir şey eləməmişəm. Sadəcə olaraq idarənin əməkdaşı nətər olur ki, yəni deyirlər ki, oğurluq şotçikdir falandır, fəsməkan. Oğurluq şotçikdə birincisi blombuna gəzir, ikincisi nətər olur, bu 6-7 ay bu nətər olan şeydir ki, yəni mən də o 6-7 ay ərzində onlara bir ayda 2 dəfə zəng eləmişəm ki, qardaş, mənim kodumu gətirin, mən şotçikin ödənişini eləyim də, yəni üstündəki qazın pulunu ödəyim hər ay. İmkanım olduqca. Mən özüm də kasıb bir uşağam. Gücbəla özümə bir ev tikmişəm. Nə bilim, deyiblər 400-450 manat az pul deyil. Bir insanın bir aylıq gəliridir. Mən bu uşağımın boğazından kəsmişəm, gətirmişəm, vermişəm, şotçiki qoyublar. Onu da mən verməmişəm, mən kömək olaraq kömək eləyiblər. Oradan buradan düzəltmişəm, vermişəm. Qardaş, mən şotçikimi gətirin, taxın yerinə. Sizdən xahiş edirəm, dövlət qurumlarına xahiş edirəm ki, yəni bu məsələyə ciddi baxılsın. Gətirsinlər, şotçiki qoysunlar yerinə. Mən nə heç kimi tutturmaq istəmirəm, nə də pulu istəmirəm. Qardaş, gətirin mənim şotçikimi taxın yerinə. Zəhmət olmasa, yəni ədalətli yanaşın dövlət qurumları. Bu uşaq evdə, mən bugünkü gündə ailə saxlayıram. Başqa heç yer gedəcək yerim yox, bir şeyim yox. Mənim evimdə qaz olmayanda nə hamama girə bilirəm, nə yemək yeyə bilirəm, nə yemək bişirə bilirəm. Bu uşaqlar qalır belə soyuqda. Özdə Ucqar dağ kəndi, Sumağalda nə bilim 6 ay olanda 6 ay qış olur. Qardaş, bu belə olmaz, bu belə biganəlik olmaz. Bu da mənim şəbəkəyə qoşulmağım. Gəliblər, kəsiblər, ayırıblar, üstündə bağlayıblar. Bu da mənim şotçikimin yeri. Yəni mənim ətrafımda hamısı evlərdir, bağdır. Yəni özünüz gibi bu mənim evimdir, yaşayış yerim. Ətrafımda hamısı evdir. Burada qazın ana xətti də var, işıq xətti də var. Ətrafımda gördüyünüz ki, hamısı evlərdir. Yəni zəhmət olmasa bu işə biganə baxılmasın. Yəni ən azından biz də istəyirik ki, öz balamız bir isti ocaqda, isti evdə qoy isinsin, nə bilim. Yəni pulumuzu ödəyib qazımızı yandırır biz də. Yəni zəhmət olmasa dövlət qurumları buna biganə yanaşmayın. Deməli, bu mənim ana xəttə qoşulmağım. Bu da qaz şotçiki. Bütün hamıda var sayğaclar. Dövlətin ana xətti var burada. Ətrafımda hamısı ev. Bu da mənim yaşayış ünvanım. Yəni kasıb adamım. Mənim qardaş gətirin şotçikimi. Zəhmət olmasa taxın yerinə. Mən də pulunu ödəyim. Mən şotçik üçün pul vermişəm. Mənə nə pul maraqlı deyil, nə kiminsə tutulmağı maraqlı deyil. Zəhmət olmasa şotçikimi gətirin, taxın yerinə.